Salam, hər vaxtınız xeyir. Mən Toğrul Əsəb, karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara, iş axtarışında dəstək olan şəxsə deyilir. Sizə görə iş axtarıcısı sizə iş axtarışınızda dəstək verə bilərəm. Bu dəstəkdən faydalanmaq, yararlanmaq üçün sizə mənə müraciət edə bilərsiniz. Yoldaşlar, bugün mən sizə 13 mart 2025 tarixidir və bu tarixdə olan iş elanlarını sıralamaq istəyirəm. Əlbəttə ki, iş elanları çoxdur və mən hamısını sizin üçün sadalaya bilmərəm. O başlıq olaraq, qısa olaraq xatırlada bilərəm. Misal üçün, 8 dənə sürücü işi var, yoldaşlar. Onların arasında dron sürücüsündən tutmuş, traktor sürücüsünə, şəxsi sürücüdən tutmuş, çamaşırxana sürücüsünə qədər, sürücü ekspeditora qədər var. Bundan əlavə mühafizəçi işi var, ondan əvvəl çoxlu sayda fəhlə işi var, yoldaşlar. Xadimə işləri var, qabyan işləri var, çörəkçi işləri var, mühasib işləri var, dayə işləri var, barista işi var, ambardar köməkçisi işi var. Sonra təcrübə proqramları var bir sıra sferalarda, sahələrdə. Buna əlavə aşpaz işləri var, tərcüməçi işləri var, yoldaşlar. Direktorun köməkçisi, əməliyyatçı, ofis meneceri, assistent, koordinator işi var, resepsiyon işləri var. Bundan əlavə inzibati köməkçi, dispetçer işləri var, yoldaşlar. Həmçinin satış sahəsində işləri də var. Ambardar işi var, çətə mütəxəssis var, işi var. User interface and user experience işi var. Elektrik işi var, insan resursu mütəxəssis işi var. Sonra təsərrüfat xidmətləri üzrə texnik işi var. Sonra helpdesk işi var, bitki bağçısı işi var, tibb bağçısı işi var, ofisant işi var. Bu və bənzər iş elanlarına tanış olmaq üçün mənə müraciət edib özəl dəstək ala bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.